Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqda məhrum edilən meyxanaçı Rəşad Əmirovun əfv olunacağı ilə bağlı xəbərlər yayılıb. Lentaz yayılan xəbərləri dəqiqləşdirməkdən ötürü Rəşad Dağlının yaxınları ilə əlaqə saxlayıb. Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün müraciət etməyib. Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 5 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İskəndər Mehdiyevin tanışı 1984-cü il təvəllüdlü Rəşad Əmirov istintaqa cəlb edilib. Qaradağ rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.